Çox adam Azerseldə balans artırdığı halda nömrəsinin niyə əvvəlki kimi işləmədiyini və ya tarifinin niyə yenilənmədiyini başa düşmür. Hətta bəzi istifadəçilər düşünür ki, balansda pul olduğu halda xətt niyə bağlandı? Əslində isə burada çoxlarının bilmədiyi vacib bir qayda var. Azersel simsim nömrələrində xəttin aktiv qalması ilk növbədə istifadə etdiyiniz tarifdən asılıdır. Yəni, əgər tarifiniz vaxtında yenilənirsə, nömrənizin aktiv qalma müddəti də həmin tarifin istifadə müddətinə uyğun hesablanır. Məsələn, 28 gün və ya 30 gün. Amma tarif yenilənmədikdə artıq başqa qaydalar işə düşür və məhz bu hissəni bir çox insan bilmir. Məsələn, tutaq ki, siz 4 manatlıq tarifdən istifadə edirsiniz. Həmən tarifin istifadə müddəti 7 gün təşkil edir. Əgər balansınıza cəmi 3 manat yükləsəniz, tarif aktivləşməyəcək. Çünki tarifin yenilənməsi üçün tələb olunan məbləğ tam ödənilməyib. Bu halda sistem sadəcə yüklədiyiniz məbləğə uyğun qaydanı tətbiq edir və nömrəniz cəmi 3 gün aktiv qalır. Başqa bir nümunəyə baxaq. Tutaq ki, istifadə etdiyiniz tarif 18 manatdır. Siz balansı 15 manat artırırsınız. Bir çox insan düşünür ki, 15 manat az məbləğ deyil və tarif yenilənməlidir. Amma sistem belə işləmir. Çünki tarifin aktivləşməsi üçün çatışmayan cəmi 3 manat qaldığına görə tarif ümumiyyətlə yenilənmir. Bu zaman sistem 15 manatı tarif kimi yox, adi balans artırılması kimi qəbul edir və həmin məbləğ 10 manatla 24 manat 99 qəpik aralığında olduğu üçün nömrəniz qaydalara uyğun olaraq 10 gün aktiv qalır. Yəni, burada əsas məsələ balansda pulun olması deyil. Əsas məsələ istifadə etdiyiniz tarifin tam məbləğinin ödənilməsidir. Əgər tarif yenilənmirsə, artıq simsim nömrələri üçün xüsusi aktivlik müddətləri tətbiq olunur. Məsələn, 1 manat yüklədikdə nömrə 1 gün, 2 manat yüklədikdə 2 gün, 3 manat yüklədikdə 3 gün, 5 manat yüklədikdə 5 gün, 10 manat yüklədikdə 10 gün, 25 manat yüklədikdə 25 gün, 50 manat yüklədikdə 50 gün aktiv qalır. 100 manat yüklədikdə isə aktivlik müddəti yenə maksimum 50 gün təşkil edir. Və daha bir vacib detal var. Əgər nömrə bir tərəfli bağlandıqdan sonra 90 gün ərzində balans artırılmasa, xətt iki tərəfli bağlanır və sonradan ləğv edilə bilər. Yəni, balans artırarkən sadəcə məbləğə yox, qoşulduğunuz tarifin qiymətinə də diqqət etmək lazımdır. Çünki bəzən cəmi bir neçə manat çatışmadığı üçün tarif yenilənmir və nömrə gözlədiyinizdən daha qısa müddət aktiv qalır. Əgər siz də Azersel simsim istifadə edirsinizsə, bu qaydanı bilmək gələcəkdə nömrənizin gözlənilmədən məhdudlaşmasının qarşısını ala bilər.